Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin. سيما الحجة بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Muharrem ayı daxil olub və hər il olduğu kimi dünyanın hər yerində Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamın xatirəsi yad edilir. O cümlədən Allah qismət eləsə bu məsciddə də bugündən başlayaraq Aşura gününə qədər hər gün elə bugünkü vaxtda məclislər keçiriləcək və mən bunu demək artıq hesab edirəm. Amma hər halda bir daha xatırladıram ki, bu 10 gecənin xüsusi əhəmiyyəti var. Məhərrəmin birindən Aşura gününə qədər bu 10 gecə, hətta bəzi təfsirçilərin fikrinə görə Quranda və ləyalin əşr and olsun 10 gecəyə deyildikdə bu gecələr nəzərdə tutulub və bu gecənin hər bir gününü, hər bir əzadarlıq məclisini özünüz üçün bir qənimət hesab eləyin. Bu barədə keçən illərdə də çox danışmışıq, bu ildə ola bilsin işarə eləyək, amma mən bunu dəfələrlə demişəm. Bu yolu gedən insanların hər biri deyir ki, kimsə nəyəsə nail olubsa, ancaq Hüseyn əzası vasitəsilə nail olub. İmam Hüseynə təvəssül etmədən, bu məclislərdə iştirak etmədən insanın hansısa bir məqam əldə eləməsi qeyri-mümkündür. Bunun özünün dəlilləri var, bu elə-belə kör-köranə deyilmiş bir söz deyil. O barədə keçən illərdə mən xatırlayıram, ətraflı danışmışıq ki, bu əzadarlığın insan ruhunda misilsiz təsiri var. Elə bir təsiri var ki, heç bir başqa əməlin bu qədər təsiri yoxdur. Bəlkə də din içində insan ruhuna ən çox təsir eləyən əməl bu əzadarlıqdır. İmam Hüseyn əzasıdır. Mən bir mövzuya toxunmaq istəyirəm bu 10 gecədə, yaxud da 10 gecənin bir hissəsində. Hələ mən müəyyənləşməmişəm ki, bu mövzunu sona qədər davam elətdirək, yoxsa bir hissəsini bu mövzuda, bir hissəsini başqa mövzuda danışaq, bilmirəm. O mövzu ətrafında danışacaq. Və mən əvvəlcədən deyim ki, bu mövzu haqqında danışarkən sizlərə hamımıza tanış olan digər mövzulara da toxunacaq. Burada təkrar deyilən sözlər heç də mövzu qıtlığından deyil, yəni mövzu azlığından deyil. Əksinə 5-6 mövzunu mən nəzərdən keçirtdim ki, hansının barədə bu günlərdə danışaq. Yenə də bunun üzərində dayandım. Və bəzi fikirlərin təkrar olunması heç də fikrin azlığından deyil, bəzən təkrara ciddi ehtiyac var deyə təkrar eləməyə məcbur oluruq. Yəni, bəzi məsələlər var ki, onlar təkrar deyilməlidir deyə o mövzulara təkrar toxunuruq. Quranda Allah görürsən bir fikri dəfələrlə təkrar eləyir. Ki o fikir tam otursun insana, tam anlasın insan və biz də aktual hesab elədiyimiz bəzi məsələləri hərdən məqsədli şəkildə təkrar deyirik, təkrar olaraq o mövzulara toxunuruq. Bunu da deyim ki, mən keçmişdə danışdığım hansısa konkret mövzunu təkrar eləmək fikrim yoxdur. Danışdığımız mövzunun içində təkrar məqamlar ola bilər. O məqamlar ola bilər ki, onlar sizə tanışdır. Yaxın keçmişdə cümələrin birində mən dinin ləzzəti haqqında danışmışdım, xatırlayırsınızsa.
Dindən ləzzət almaq haqqında danışmışdıq. Bu 10 gecədə mən bu barədə danışmayacağam, amma danışacağım mövzunun müqəddiməsi olaraq bir daha dinin ləzzəti haqqında danışmaq istəyirəm bugün. Müqəddimə olaraq bu mövzuya toxunmaq istəyirəm. Dəfələrlə demişik ki, din və dindarlıq özü özlüyündə çox ləzzətli bir şeydir insan üçün. İnsanın ruhuna ləzzət bəxş eləyən, insanın həyatına rəng qatan, insanın həyatını gözəlləşdirən, şirinləşdirən amillərdir. Və hər bir dindarın, mən deyərdim, ən birinci vəzifəsi, yaxud da vəzifələrindən biri və ən ümdələrindən biri dindən ləzzət almağa səbəb olan amilləri axtarıb tapmaq. Neynəməliyəm ki, dinimdən ləzzət ala bilim? Bunu axtarıb tapıb müəyyənləşdirməkdir. Bir dindarın, bir inanclı insanın öz həyatından aldığı ləzzət, bir dinsizin, dini inkar edənin həyatdan aldığı ləzzətdən qat-qat artıq olmalıdır. Qat-qat çox olmalıdır. Biz insanlar ləzzət tələb varlıqlarıq. Allah bizim içimizdə ləzzət istəyi qoyub. Fitrətimizdədir bu. Biz insanlar ləzzət dalınca qaçırıq. Bu bizə xas xüsusiyyətdir, bu pis bir şey deyil. Allah bizim fitrətimizi belə yaradıb. Biz ləzzəti sevirik və ləzzətə can atırıq. Bunu heç kəs inkar etməməlidir. Şeytan bu hissdən, ləzzət tələbli hissindən istifadə eləyib insanları azdırır və cəhənnəmə aparır. Bu hissə söykənir, azdırır insanları. Şeytanın məntiqi budur ki, sən ləzzət istəmirsən, insan deyir, bəli, çünki Allah belə yaradıb məni. Ləzzət istəyirsənsə, buyur, gəl mənə tərəf, sənə təqdim eləyim növbə-növ ləzzətlər. Günahlar sənə ləzzət verəcək. Sən ləzzət axtarırsan, ləzzətlərin sadə dillə desək, menyusunu təqdim eləyir, deyir, buyur, bu bir növ ləzzət, bu başqa növ ləzzət, insanı dəvət eləyir özünə tərəf. Mənim sözüm budur ki, dinə və mənəviyyata çağıran insanlar da yenə də ləzzət tələbli hissinə istinad eləyib insanları dinə çağırmalıdır. Başqa cür yolla getsə uduzacaq. Başqa bir yolla getsə uduzacaq. Mənəvi dəyərlərə çağıran insanlar da gərək ləzzət tələbli hissinə istinad edərək insanları bu dəyərlərə çağırsınlar. Deməlidir ki, sən ləzzət tələb insansan, varlıqsan, sən Allah belə yaradıb, gəl, ən ali ləzzət buradadır. Amma bunu dildə deməklə düzəlmir. Bunun üçün gərək dəvət eləyən adam özü bu yolundan ləzzət ala bilsin ki, başqasını da cəzb eləyə bilsin. Mənəvi ləzzətlərin bir fərqi var maddi ləzzətlərdən ki, bunlar ərəbcə desək iqtisabidir. İqtisabi yəni qazanılmalıdır. Maddi ləzzətləri çalışıb qazanmağa ehtiyac yoxdur. Yəni bir adam məsələn yeməyi yeyirsə, onun ləzzətini hiss eləyir. Bu ləzzəti əldə etmək üçün çalışmağa ehtiyac yoxdur. Bu ləzzət bizim içimizdə qoyulub, tikəni ağzımıza qoyan kimi şirinliyini, acılığını, hər şeyi hiss eləyirik. Ləzzəti dərhal hiss eləyirik. Cinsi meyllər də belədir. Bu ləzzətlərə çatmaq üçün, yəni bu ləzzətləri anlamaq üçün çalışmağa ehtiyac yoxdur. Ona görə də bu ləzzətlərin dəyəri yoxdur. Bu ləzzətlərin hamısını başqa canlılarda dadır, zəhmət çəkmədən. Onların adını çəkmək istəmirəm bu minbərdən. Başqa canlılarda hamısı o ləzzətlərdən dadırlar. Ona zəhmət çəkmək lazım deyil. O ləzzət təbii ləzzətdir. Mənəvi ləzzətlər isə belə deyil. Mənəvi ləzzətlər belədir ki, gərək çalışasan, zəhmət çəkəsən, öz üzərində iş görəsən, çalışasan ki, o ləzzətləri hiss edə biləsən. Dərk eləyə biləsən. Mənim bugün sözüm sizə budur ki, biz gərək bu işlə məşğul olaq, vaxt qoyaq, enerji sərf eləyək, bunun üzərində çalışaq, işləyək ki,
dinimizə şirinlik verən hansı amillərdir, ləzzət qatan hansı amillərdir, onları əldə eləyək və bir dəfə bizə verilən ömrü ləzzətlə yaşayaq. Və görəcəyik ki, bizim aldığımız həyatdan ləzzət Əleyhisselamdan açıq hədis var. Demir dindən. Deyir, dindarların dünya həyatından aldığı ləzzət, dünyapərəstlərin aldığı ləzzətdən qat-qat üstündür. Amma biz buna çatmamışıq hələ. Etiraf eləyək ki, mən özümü deyirəm, mən iddia eləyə bilmərəm ki, mən öz yolumdan ləzzət alıram. Hərdən biz özümüzü belə göstərmək istəyirik ki, dindən ləzzət alırıq. Özümüzü belə təqdim eləmək istəyirik. İstəyirsən biləsən bir insanın imanı nə qədərdir? Allaha bağlılığı nə qədərdir? Dini nə qədərdir? Meyarlardan biri budur, bax gör dindən nə qədər ləzzət alır. Nə qədər bu ləzzət yuxarıdır, iman bir o qədər yüksəkdir. Nə qədər bu ləzzət aşağıdır, iman da aşağıdır. İnsanın imanının göstəricisi onun dinindən aldığı ləzzətdir. Bir meyarı budur. Bunu keçmişdə də demişəm, dindən ləzzət alan insan heç vaxt Allaha minnət qoymaz dindarlığına görə. Heç kəsə minnət qoymaz. Bir insan ki, dinə əməl eləyir, məst olur, keyf eləyir, ləzzət alır, növbə-növ ləzzətlərin içinə qərq olub, o özünü Allaha borclu bilər, nəinki Allahı özünə borclu bilsin. Çünki bu ləzzətləri Allah insana bəxş eləyir din vasitəsilə. Dindən insan ləzzət aldıqda heç vaxt özündən razı olmaz və Allaha da minnət qoymaz. Dindən ləzzət ala bilməyən adamlar dini özünə yük hesab eləyir, dinə bir yük kimi əməl eləyir. Ona görə də hey minnət qoyur Allaha. Ki, mən bu yükü daşıya bilirəm. Özündən razı olur. Namaz qılmaq çətindir, oruç tutmaq çətindir. Bu çətinlikləri hey belə deyək, Allahın üzünə vurur. Ki, mən bu işləri görürəm. Bu da ən böyük xəstəlikdir. Kimdə bu varsa, o bir addım qabağa getməyəcək. Çox adamda da bu var. Çox adamda var, az adamda yoxdur. Uzub xəstəliyi, İslam əxlaqında eşitmişsiniz, uzub xəstəliyi. Allah çox adamlara deyir, mənəvi nemətləri ona görə vermir ki, özlərindən razı olub azğınlaşacaqlar. Allah bizi çox istədiyindən hərdən bizi bu nemətlərdən məhrum eləyir. Allah görsə ki, bir insanda bu xüsusiyyət yoxdur ki, özündən razı olacaq, nemətləri yağdırar ona. Necə Əleyhisselama baxır, görür ki, bu insanda qürur deyilən bir şey yoxdur. Qürur deyilən bir şey yoxdur, odur ki, əvvəldən başlayır nemət yağdırmağa, doğumunu öz evində qərar verir, Kəbədə doğulur, dünyaya gəlir. Bilir ki, bu özündən razı olmayacaq. Kəbədə doğulmaq böyük şərafətdir. Heç işinizi heç kəsə nəsib olmayıb. Allah baxır əlinin qəlbinə, görür ki, nə qədər də buna nemət verilsə, bu özündən razı olmayacaq. Odur ki, başlanğıcdan elə bir nemət verir ki, heç kəsə verməyib. Kəbənin içində dünyaya gətirir. Və başlayır nemətləri yağdırmağa. Həmin bu insan, orucluqda bunu demişəm ki, bu qədər böyük bir dəyərə malikdir. Son anlar, Peyğəmbərin ömrünün vaxt axırlarında, Peyğəmbər ona ölümünü xəbər verəndə ki, səni Ramazan ayında şəhid eləyəcəklər, birinci sual ki, Peyğəmbərə verir, deyir, mən dində dünyadan köçəcəm, imanlı olaraq. Qəlbimdə iman olduğu halda dünyadan köçəcəm ya yox. Görün, nə qədər təvazökar insandır. Allah görsə biri belədir, onda ona çox lütflər eləyir. Amma bizim kimlərə qismət eləmir bəzi yaxşı işləri görə. Çünki bilir ki, 5 dənə yaxşı iş görən kimi başlayırıq başımızı dik tutmağa, yavaş-yavaş Allahı özümüzə borclu hesab eləməyə. Bir çoxları var ki, yaxşılıqlar onları xarab eləyir. Siz elə bilirsiniz, hamını günah xarab eləyir. Çox insanları elədiyi yaxşı əməllər xarab eləyir. Yaxşı əməllərdən qürur duydunsa, yaxşı əməlləri şirtdünsə, xarab olacaqsan. Və bu bədbəxtlik şeytan deyir, hədislərdə buyurulur ki, şeytan deyir ki, mən bundan insanları həlak eləyirəm. Günahla həlak eləyə bilmədiyimi bundan daha rahat eləyirəm. İtaətini böyüdürəm, həlak olur. Allah da bizi çox istəyir deyə bəzən bizim hansısa fəzilətli əməllər eləməyimizə mane olur özü.
Hədisdə var, Allah bəzilərinin üzərindən nəzərini çəkir ki, getsin, günah eləsin. Günah eləyib, peşman olmaq, itaət eləyib, özündən razı olmaqdan daha yaxşıdır. Ki, qoyub günah eləsin, tək ki, peşman olsun. Peşmanlıq halı özündən razılıq halından daha yaxşıdır. Biz inşallah qiyamətdə görəcəyik ki, bir çox mənəvi neymətlər bizə ona görə qismət olmadı ki, biz o neymətlərə sahib olsaydıq, özümüzdən razı olardıq. İnsan necə eləsin ki, ucbə duçar olmasın, özündən razı olmasın? Birini deyir, günah eləsin. Amma mümkün deyil, insan getsin, qəsdən günah eləsin ki, özündən razı olmasın. Belə bir şey olmaz. Amma bəzən günah səbəb olur, biz özümüzdən razı olmayaq. Bəzən bəlalar səbəb olur, sıxıntılar səbəb olur. Bəlalar gələn kimi olsa da öz yerimizi bilirik biz. Bəzən bu amillər səbəb olur, amma bir amil var ki, o nə bəladır, nə də günahdır. O nədir? O dindən ləzzət almaq amili. Bunlardan ki, yaxşıdır. Nə sıxıntıdır, nə bəladır, nə günahdır, ləzzətdir. Dindən ləzzət almaq. İnsan dindən ləzzət alacaqsa, gündəlik ibadətindən, Allaha itayətindən, bəndəliyindən ləzzət alacaqsa, o heç zaman özündən razı olmayacaq. Çünki bu ləzzəti ona bəxş eləyən Allaha əksinə minnətdar olacaq. Biri var sənə, biri yük qoyur boynuna. O yükü daşıyırsan ağırlığla, minnət qoyursan ki, sənin dediyinə bunu elədim. Bir də var, biri sənin qabağına ləziz yemək qoyur. O yeməyi yeyəndə, yerindən sonra ona minnət qoymalı bir şey qalmır. Keyf çəkən özün oldun, əksinə minnətdar olursan ona. Dindən ləzzət alan insan dini bir ləziz təam kimi, yemək kimi qəbul eləyir və bütün günü buna görə Allaha minnətdarlıq eləyir və bu minnətdarlıq hissi onu tənzimləyir, qoymur həddini aşmağa və həmişə də özünü Allaha borclu hesab eləyir. Allah da belə gördü ki, biz belə vəziyyətdəyik, onda başlayır yolu açmağa. Bu nə qədər qabağa getsə, bu özündən razı olmayacaq. Əsas düşmən özündən razılıqdır. Bu bundan sığortalandısa, vəssalam, yol açıldı, bu hara qədər gedə bilir, gedəcək. Allah da dalbadal nemətlərini yağdıracaq. Mən əslində bəlkə də böyük bir fəlsəfəsini açmağa çalışıram dinin. Bilmirəm, nə dərəcədə buna nail ola bilirəm. Allah gördüsə biri özündən razı olacaq, o qədər bəndəsini çox istəyir, bilir ki, özündən razılıq insanı həlak eləyir. Dərhal başlayır mənəvi neymətlərdən insanı məhrum eləməyə. Gecə namazı istəyir, qismət eləmir. Falan yaxşı iş görmək istəyir, qismət eləmir. Çünki bilir ki, bunun bir neçəsini eləyən kimi o saat məğrur olacaq və həlak olacaq. Ondan sonra günah eləyib, özündən narazı qalsa daha yaxşıdır. Allah qapını bağlayır üzünə insanın. İstəyirsən elə bir yerə çatasan ki, özündən razı olmayasan, bunun bir yolu var ki, dindən ləzzət alasan. Çünki dindən ləzzət alan gündəlik həyatında keyf eləyir, üzr istəyirəm bu sözü işlətdiyimə görə, keyf sözü həmişə pis mənada işlənməməlidir. Biz elə bilirik, keyf deyəndə, yəni bir adam içki içməlidir, nauzubillah falan. Dinin içində dinə əməl eləyib keyf eləyir. Keyf elədiyinə görə də özünü tələbkar bilmir, borclu bilir. Həmişə özünü Allaha borclu hesab eləyir. Biri var əza vəziyyətlə namaz qılasan, bir də var keyflə namaz qılasan, qutaran kimi də əli qaldırasan, şükrəyə gedəsən, şükür səcdəsinə ki, ilahi, çox sağ ol, təşəkkür edirəm, minnətdaram ki, bu ləzzətli anları mənə qismət elədin. Görün, nə gözəl halda olar insan belə yaşasa. Odur ki, insan çalışmalıdır ki, dindən ləzzət almağın yollarını axtarsın. Biz bilirsiniz, bəzən bilmirik nə üçün çalışmalıyıq, nə üçün narahat olmalıyıq, nə üçün yox. Biz bəzən elə şeylər üçün çalışırıq ki, əhəmiyyətsizdir. Elə şeylərin qəmini çəkirik, əhəmiyyətsizdir. Biz gərək gecə-gündüz buna narahat olaq ki, niyə mən dindən ləzzət ala bilmirəm gecə-gündüz? Əgər biz dindən ləzzət ala bilsək, o bizim dinimizi sığortalayacaq. Kim dindardır, dindən ləzzət almır, bunu bilsin ki, hər an dinini itirmək təhlükəsi var. Dinə müxalif olanlar öz təbliğlərini nəyin üstündə qurur? Bilirsiniz necə təbliğ eləyirlər? Dinsizliyə necə dəvət eləyirlər insanları, günaha? Deyirlər, din qara günlüdür, bədbəxtlidir,
İndi dinin dillə məntiqi budur ki, 5-10 gün dünyada eybi yox, ağrı acı içində yaşa, inşallah orada gedib keyf eləyərsən. O da hələ bilinmir nisiyədir. Belə təbliğ eləyirlər. Ki, dindarlıq qara günlü idi. Yəni, ağrı acıdır, bədbəxtlikdir. Amma dinsizlik keyfdir, ləzzətdir, eyş-işrətdir. Fəsada belə çəkirlər. Axı, insan da ləzzət tələbdir. Harada ləzzətin adını eşidir, qaçır ona tərəf. Odur ki, onu ləzzətli hesab eləyir, onu ləzzətli təqdim eləyirlər, o da ona tərəf qaçır. Sən də oturursan minbərdə dəlil, sübut gətirirsən, fəlsəfi dəlillər, əqli dəlillər, məntiqi dəlillər, heç kəs də sənə qulaq asmaq istəmir. Deyir, ləzzət var orada. Ləzzətin adı gəldi, deyir, sən söhbəti elə, mən getdim. Düzdür, düz danışırsan, qəşəng danışırsan, haqq sənləndir. Bu gün ibadət eləməyənlərin çoxu bilir ki, haqq dinləndir. Amma ona niyə əməl eləmir? Çünki ləzzət görmür orada. Deyir, düzdür, sən haqlısan, məntiqli sənin tərəfində, dəlil sənin tərəfində, hər şey sən tərəfdə, amma ləzzət bu tərəfdədir. Mən də ləzzət tələbəm, mən Allah belə yaradıb, odur ki, mən ona tərəf getməliyəm, məni bağışla. Təxminən belə bir vəziyyət yaranır. Amma insanlar ləzzəti dində görsə, inanın ki, məntiqsiz, dəlilsiz ləzzət dinə tərəf gələcək. İnsanların çox dəlil, məntiq axtarmır, ləzzət axtarır. Doğrudan görsə ki, bir adam Allaha ibadət eləyir, məst haldadır, keyf içindədir, ləzzət içindədir, xoş əhval-ruhiyyədədir, keyf eləyir yaşayışından, bunu bizə müşahidə eləsə bu mənzərəni, sözə ehtiyac qalmayacaq valla. O keyf, o ləzzət onu cəzb eləyəcək dinə tərəf və məncə bu çox aktual məsələdir. Ona görə Məhərrəmdə mən bu mövzuda danışmağı özümə borc bildim. Əlbəttə mövzumuz bu deyil, bu bir daha deyirəm müqəddimədir. Müasir dövrdə və bəlkə də hər dövrdə, xüsusən indiki dövrdə məntiqdən də kəsərli silah ləzzətdir. Heç kəs cəmaatı məntiqlə günaha aparmır. Əsaslandırsın ki, məsələn, qumar yaxşı bir şeydir. Kitab yazsın biri. Desin, içki yaxşı şeydir, qumar yaxşı şeydir. Heç kəs bunu eləmir. Ləzzət kimi göstərir, kifayətdir. Amma biz ancaq məntiqə söykənirik. Cild-cild kitablar yazırıq, məntiqi dəlillər, əqli sübutlar, Allah belə, qiyamət belə, onu heç kəs eşitmək istəmir. Və biz bu rəqabətdə uduzuruq. Şeytanın ən tutarlı silahı nədir? Mən özümdən bunları danışmıram, vallah. Quranda var, lə uzəyyinənnə. Şeytan deyir, bəziyəcəm, ləzzətli göstərəcəm. Şeytan Quranda şeytanın dilindəndir. Bəziyəcəm, bəzəkli göstərəcəm, ləzzət görəcəklər, qaçacaqlar mənə tərəf. Amma bir insan ki, dinin içində ləzzətə qərq olub, şeytanın sözünü eşitməyəcək. Çünki bunun ləzzət çatışmayan bir şeydir. Bunun həyatı ləzzətlə tam dolub, odur şeytan o silahdan məhrum olacaq. Yəni, şeytanı neytrallaşdırmaq üçün, onun ziyanlarından qorunmaq üçün ən təsirli vasitə budur ki, dində ləzzət alasan. Ləzzət aldınsa, o ən mühüm silahından məhrum olur. Da sənə nəyi ləzzətli göstərəcək? Odur ki, heç nə eləyə bilmir insana. Biz ki, ləzzət ala bilmirik dindən, odur ki, günaha tərəf gedirik namaz qıla-qıla. Çünki o ləzzət limitini din doldura bilmir. Ax, bizdə var o ləzzət tələbli. O limiti din doldura bilməyəndə, onda şeytanın hər çağırışına tərəf qaçırıq. Gedirik ləzzəti başqa şeylərdə axtarmağa. Şübhəsiz din məntiqlə təbliğ olmalıdır ki, məni ki, neçə ildir tanıyırsınız. Bizim həmişə təkid elədiyimiz məsələlərdən biri budur ki, tutarlı məntiqi dəlillərə söykənməlidir din təbliği. Mən birdən sabah belə başa düşülməsin, biri dedi ki, mən dedim məsələn Məhərrəm məclisində ki, məntiqi qoyun qırağa. Xeyr, din məntiq əsasındadır, dəlil əsasındadır. Amma mən sizə məntiqdən daha təsirli vasitədən danışıram bugün. Mən bunu demək istəyirəm ki, ləzzət məntiqdən daha tutarlı vasitədir. Sən bəhs elə, dəlil, sübut gətir, dinsizlə mübahisə elə, bir cəmaat da otursun, qulaq assın, sən ona qələbə çal, hamısı əl çalsın, desin, əla sözlərdir, amma neyiniyim ki, ləzzət bu tərəfdədir. Yəni, sən yenə uduzacaqsan. Dinin mehvəri nədir? Dinin mehvəri bu olmalıdır ki,
İnsanın içində Allah qoyduğu ləzzət tələbli hissi din vasitəsilə ödənməlidir. Din bu ləzzət tələbliyə cavab verməlidir. Və dinə dəvət eləyənlər bu hissə istinad edib dinə dəvət eləməlidir. Onda dinsizlərin bazarı bağlanacaq. Onda dinsizlər heç nə eləyə bilməyəcək. Düzdür, Allah Quranda məntiqlə danışır, dəlillə, sübutla danışır. Amma eyni zamanda Allah gözəl danışır, cümlələri gözəl qurub. Quran qarilərinə siz müraciət edin, soruşun. Bunlar hamısı deyir ki, heç bir ərəbcə mətni bu cür gözəl avazla oxumaq olmur. Hətta Nəhcül Bəlağəni də olmur. Nəhcül Bəlağəni də götürəsən, o avazla ki, Quran avazları var, doğrudan da elə bilirsən ki, ecazkar bir avazdır, qəlbə necə yatır, onu eləmək olmur. Allah həm haqqa dəvət eləyir, həm məntiqə əsaslanır. Əsas amil də budur, gözəl tərzdə dəvət eləyir. Quranın cümlələrinin quruluşu, ayələrin düzümü başdan ayağa gözəllidir. Gözəl tərzdə dəvət eləyir. İnsan axtarmalıdır, yolunu tapmalıdır. Neçə ildir namaz qılır, ləzzət ala bilmirsə, nəsə təbii deyil bu, nəsə problem var. Oturub axtarmalıdır, problemi üzə çıxartmalıdır. Dua eləyib yalvarmalıdır. Necə məsumlar bunu istəyirlər. İlahi, mənə dinimin ləzzətini daddır. Bunu imamlar deyib. Allahdan bunu istəyib. Bu elə bir məsələdir ki, bunu göz yaşı ilə Allahdan istəməyinə dəyər. İlahi, elə ki, ləzzət ala bilim sənin dinindən. Həzrəti Musa gedir münacat eləməyə, bir nəfər yolda dayanıb, Həzrəti Musaya deyir ki, Allahından soruş, Tur dağında, Allahla danışır Musa əleyhissalam. Allahından bunu soruş ki, mən nə qədər günah eləyirəm, heç mənə bəla vermir. Nədir səbəb? Günahlarıma görə heç bir bəla vermir. Musa əleyhissalam bunu Allahdan soruşanda, Allah deyir ki, ona ən böyük bəlanı vermişəm, xəbəri yoxdur. Deyir, nə bəla? Deyir, ona deyərsən ki, neçə ildir ibadət eləyir, Allahı zikr eləyir, heç bir ləzzət ala bilmir. Bundan böyük nə bəla? Ən böyük bəla budur. Və mən etiraf eləyirəm burada ki, bizim çoxumuz da bu bəlaya mübtəla olmuşuq. Razılaşarsınızsa, din bizim həyatımızda şadlıq amili deyilsə, din bizim həyatımızı gözəlləşdirmirsə, bizim bu problemli həyatı bizim üçün ləzzətə çevirmirsə, deməli bizim dinimiz naqisdir və biz oturub əlac tapmalıyıq buna. Bizim imanımız naqisdir. Bizim dinə yanaşmamız səhvdir. Biz yol tapmalıyıq bu vəziyyətdən çıxmaq üçün. Bu xəstəlikdir. Bir dənə də söz deyim, gələcəkdə bəlkə də qismət olsa bunu açıqlayaram. Amma bu sözü yadda saxlayın. Bir adam dindarlıq eləyirsə, yəni dindardırsa, dindən ləzzət almırsa, gələcəkdə yəqin ki, ola bilsin ki, dindən intiqam da alacaq. Bir gün fürsət düşəndə. Çünki dinə acıqlı dindardır bu. Bu dini bilirsiniz nə hesab eləyir? Din məni gəldi məhrum elədi çox şeydən. Ləzzətdən məhrum elədi. Qəribə bəzi insanlar var ki, dindardır, amma dinə acıqlı şəkildə Allaha bəndəlik eləyir. Bu insanlar bir gün fürsət düşəndə dindən və dindarlardan intiqam da alırlar. Özü dindar olurlar. Bunu yadda saxlayın. Çünki bu acıqlıdır dinin əlindən. Və Kərbəlada da elə bu baş verirdi. Kərbəlada da bu baş verirdi. Dindən ləzzət almayanlar, dindən ləzzət alanları görəndə, itayətdən ləzzət alanları görəndə paxıllıqdan o cinayətləri törədirdilər. Paxıllıqdan, həsəddən. Bir insan dindən ləzzət almırsa, ləzzət alanlara qarşı həsəd yaranır ürəyində. İstir dindarlar olsun, istir günahkarlar. Mən bunu keçmişdə demişəm. Adam var, ibadət edir, amma günahkarlara həsəd apara-apara. Onlar keyfdədir, söyür onları bütün günü, təhqir eləyir. Halbuki dinin içinə düşüb, keyfə, ləzzətə qərq olub, başqalarına ürəyi yanmalıdır. Günahkarların əlindən tutmalıdır ki, gəl sən də gör nələr var burada. Gəl, deyin. Bir də var, yox, acıqlıdır, ona bax, gedirlər, belə eləyirlər, elə eləyirlər, hamıdan acıqlıdır. Bir mömin də görəndə ki, dinindən ləzzət alır, ondan da acıqlıdır, ona qarşı da acıqlıdır, kinlidir. Görün, nə qədər mühüm məsələdir bu, nə qədər mühüm mövzudur. Və gəlirik mövzumuzun üstünə, dindən ləzzət almağın ən əsas amillərindən biri zikirdir, zikir. Və bizim mövzumuz, bəhsimizin mövzusu zikr olacaq. Zikir çox eşitdiyiniz sözdür.
Deyə də bilərsiniz ki, bu Ramazan ayı deyir ki, bizə zikirdən danışırsan. Amma mən sübut eləməyə çalışacağam ki, Məhərrəmin əsas qayələrindən biri elə zikirdir. Zikir nədir? Allahı yada salmaq, Allahı yad etmək. Allahı yadda saxlamaq. Zikir məhşur sözdür, məhşur olduğu qədər də qəribdir, çünki tanınmayıb. Allahı yad etmək dini şirinləşdirir, dini gözəlləşdirir. Allahı yad etmək dinin şirinləşməsinin həm yoludur, həm də Allahı yad edən insan dindən ləzzət almağa başlayır, ləzzətə qərq olur. Keyfə çevrilir həyat onun üçün. Və bir insan ki, həyatda başladı dindən ləzzət almağa, onun duası bilirsiniz necə olur? O əlini duaya qaldıranda deyir, ilahi, mümkün deyil burada bu qədər feyzi mənə verəsən, qiyamətdə, axirətdə məni cəhənnəmə aparasan. Bu mümkün deyil. Bu Əleyhisselamın duasıdır. Amma mən inanın, bəzi adamlar görmüşəm, belə danışır Allahla. Deyir, burada da əzab çəkdi, əziyyət çəkdi, hələ bir orada məni cəhənnəmə də aparacaq. Bu da bu insanın duası. Doğrudan da çoxumuzun ürəkdə elə məntiqimiz budur. Ki, acı çəkdi, ağrı çəkdi, əzab çəkdi, hələ bir kəsin. Yəni, Allah mənə borcludur buna görə, mənim dindarlığıma görə. Borcludur məni cənnətə aparsın. Allahı zikr eləmək o qədər mühüm məsələdir. Zikir məqamı o qədər ali məqamdır. Allah əhl-i beyti əhl-ü zikr adlandırır. Fəsəlu əhlə zikr in kuntum la ta'lamun. Bilmirsinizsə zikr əhlindən soruşun. Zikr əhli kimdir? Əhl-i beytdir. Peyğəmbərin əsas işini necə adlandırır Allah Quranda? İnnəmə əntə müzəkkir. Zəkkir. İnnəmə əntə müzəkkir. Sən yad edənsən. Yəni sənin işin bundan ibarətdir ki, cəmaatı Allahı yada salasan. Əntə müzəkkir. Sən yad edənsən. Peyğəmbərin bütün işinin adını bir cümlədə deyir. İnnəmə əntə müzəkkir. Sən yad edənsən, Allahı yada salansan. Peyğəmbərin bütün fəaliyyəti budur. İki nəfər bir-birini çox istədisə, sevdisə bir-birini, onların başlıca xüsusiyyəti budur ki, bir-birindən ayrı olanda sevdiyini yad eləyəcək. Bunu xüsusən yeniyetmə gənclər çox bilir, yaxşı bilirlər. Bir dənə birinin məhəbbəti ürəyinə düşür, səhərdən axşamacan, onun zikri ilə keyf eləyir. Heç görüşü o qədər ləzzət eləmir. Təsdiq eləyirsiniz, bunu ağsaqqallar da yəqin bu mərhələni keçib cavanlardır. Bir adam aşiq olanda belə olur. Məşuqun zikri ona keyf verir, ləzzət verir. Yad eləməyin özündən ləzzət alır. Allah necə? Allah ki maddədir, biz onu görə bilmirik. Allahla deməli bu maddi dünyada əlaqə yaratmağın yeganə yolu zikirdir. Biz bu dünyaya gəlmişik, Allahdan ayrı düşmüşük bir mənada. İndi bu əlaqəni necə yaradaq? Qeybdə olan Allahla biz bu maddi dünyada yeganə vasitə onu yad eləməkdir. Və Allah bizdən başqa heç nə istəməyib. Maraqlıdır, Allah bizdən bir şey istəyib ki, biz bu dünyada qaldığımız müddətdə o bizim yadımızda olsun. Vəssalam. Bir gün cənnətdə onunla görüşəcək. Cənnətdə zikrə ehtiyac yoxdur. Cənnətdə onu görəcək. Gördüyü da o şeyi zikr edirsən ki, onu görmürsən. Maddi dünyada ondan uzaqıq deyə o əlaqəni kəsməmək üçün onu zikr eləməliyik, yad eləməliyik. Və bizim əslində ruhumuzun ən böyük istəyi, ən böyük ləzzəti budur. Mən çox vaxt uzalmaq istəmirəm. Söz uzanır, bayırda da yağış yağır, insanlar dayanıb. Allah İmam Hüseyin əleyhissalamın əli ilə əvəzlərini versin ki, bu yağışlı havada, soyuq havada bu İmam Hüseynin eşqidir doğrudan da bizi çəkib gətirib. Bu bizim böyük bir neymətdir. Bizim üçün hünər deyil, özü çəkib bizi gətirir. Hər il bu məclisdə otuzdurur. Ona görə də mən onlardan da üzr istəyirəm, biraz məclisin vaxtını alıram. Bir neçə dənə hədis deyim zikir mövzusunda. Məaz ibn Cəbəl deyir ki, Peyğəmbərin son sözü ki, mən eşitdim ondan. Axırıncı sözü buydu. Ən tunsiyə və tusbihə və lisanukə rətbun min zikrillahi azza və cəl. Deyir, mənə son sözü Peyğəmbərin bu oldu ki, gecən gündüzün Allahın zikri ilə keçsin. Allahı yad elə həmişə. Gecə gündüz Allahı yad elə. İmam Sadiq əleyhissalam buyurur ki, atam İmam Məhəmməd Baqir əleyhissalam o qədər la ilahə illallah deyərdi, sanki dili damağına yapışıb. La ilahə illallahda l hərfi çoxdur, dil yuxarı damağa toxunur. Özdəki dillər yeganə zikirdir ki, dodaq tərpənmir, onu gizlətmək olur. Ən ixlaslı zikirdir la ilahə illallah.
Deyib, atam o qədər təkrar deyərdi, sanki dili üst damağına yapışıb. Başqa bir hədisdə buyurur: فَإِنَّهُ لَيْسَ عَمَلٌ أَحَبَّ إِلَى اللّٰهِ وَلَا أَنْجَ لِعَبْدٍ مِنْ كُلِّ سَيِّئَةٍ فِي الدُّنْيَا وَالْآخِرَةِ مِنْ ذِكْرِ اللّٰهِ. Buyurur ki, Allah yanında heç bir əməl zikir qədər sevimli deyil. Ən çox xoşladığı əməl zikir, təkcə bu sözləri deməkdir, yəni onu yad eləmək, onu yaddan çıxartmamaq. Heç bir əməl zikir qədər sevimli deyil. Ondan sonra buyurur ki, insana dünyada və axirətdə bütün pisliklərdən ən çox nicat verən amil zikirdə Allahı yad eləməkdir. Bir nəfər soruşdu ki, hətta Allah yolunda döyüşməkdən də, cihaddan da buyurdu ki, "Ləvla zikrullah ləm yu'mər bil qital." Buyurdu ki, əgər Allahı yad etmək olmasaydı, Allah zikri əmr eləməzdi. Eşitmişsiniz, Həzrət Əli Siffeyn döyüşündəydi. Biri gəldi, namazdan danışdı. Acıqlandılar ki, döyüşün bu vaxtı namazın yeridir. Həzrət Əli sözlərini kəsdi, dedi, elə biz namaz üçün döyüşürük. Allahı yada salmaq üçün döyüşürük. Bizim davamız da bunun üçündür. İmam Hüseyn ağa Aşura gününün gün ortasında sahabə gəldi, dedi, ağa namaz vaxtıdır. Dedi, zəkərtəs səlah cəaləkəllah minəl müsəllin. Namazı yad elədin, Allah sənin namaz qılanlardan qərar versin. Zikir namazın, cihadın hər bir şeyin mehvəridir, həqiqətidir. İmam Sadiq əleyhissalam buyurur: "Mən kana zakirən lillah aləl həqiqə fəhuvə muti'un və mən kana gafilən anhu fəhuvə as." Buyurur ki, kim Allahı yad eləyirsə həqiqətən, o Allaha mütidir. Kim Allah'tan gafildirsə o günahkardır. Ondan sonra buyurur: "Və ta'atu alametul hidayə vəl ma'siyetu alametuz zəlalə və əsluhuma min zikri vəl qəflə." Buyurur ki, itayətin əlaməti hidayətdir. Daha doğrusu, itayət hidayətin əlamətidir. Günah zəlalətin əlamətidir. Və buyurur, bunların əsli, sözümü bitirirəm, bunların əsli Allahı yad etmək, zikir və qəflətdir. O vaxt sən itayət edirsən ki, Allah yadındadır və o vaxt günah edirsən ki, Allah yadından çıxdı. Deməli, bütün dava bu iki şeyin üstündədir. İnsan ya Allahı yad eləmək halındadır, itayət halındadır, ya Allahı unudub günah halındadır. Şeytan hədislərdə var, insanı günaha salmamışdan əvvəl unutdurur, kim onu yaradıb, yadından çıxır. Ondan sonra günaha düşür. İnsanlara Allah ilahi fitrət verib və bu fitrətlə insan necə xarab olur? Necə olur adam xarab olur? İnsan belə xarab olur ki, Allah yadından çıxır. Görün, nə qədər mühüm məsələdir. Allahın verdiyi fitrətlə insan azır, cəhənnəmə gedirsə, yeganə səbəb budur ki, yadından çıxartdı ki, onu yaradan Allahdır. Və axırıncı hədisi oxuyuram. Bunu da İmam Sadiq əleyhissalam deyib, buyurub bu hədisi. Buyurub, "Ma min şeyin illa və ləhu həddun yəntəhi iləyh." Buyurur ki, elə bir şey yoxdur ki, onun həddi olmasın. Hər şeyin bir həddi var. İllə zikr, zikirdən başqa. Fəleysə ləhu həddun yəntəhi iləyh. Zikir üçün Allah heç bir hədd təyin eləməyib. Allah hər bir vacibə hədd qoyub. Namaz 17 rükət. Hədd qoyub. Orucun həddi nə qədərdir? İldə bir ay. Həccin həddi nə qədərdir? Ömürdə bir dəfə, vacib. Ömürdə bir dəfə. Zəkatın həddi var, xumsun həddi var, hər şeyin həddi var. İmam buyurur, amma zikirdən başqa. Allah onu yad eləməyə hədd qoymayıb. Məsələn, 5 saat yad elədim, bəsündür. Belə bir hədd qoymayıb. Və innəllaha əzzə və cəl ləm yərza minhu bil qəlil. Allah az zikrə qane olmur, razı olmur. Və sonra buyurur ki, sözümə İmam Sadiq deyir, dəlil gətirim Qurandan. Ya əyyuhəl-ləzina uzkurullah zikrən kəsirən. Buyurur ki, Allah Quranda deyir, ey iman gətirənlər, məni yad edin, çox yad etməklə. Çox yad etməklə. Demir günün hansısa. Yəni, nə qədər çox olsa o qədər yaxşıdır. Bunu necə izah eləyək?
Bunu izah edeyim və keçək İmam Hüseyn ağanın zikri müsibətinə. Sual yarana bilər ki, mən bütün gün Allahı yad eləsəm yorulmaram. İnsan nədən yorulmaz? İnsan nəyi axtarır ki, o sonsuzdur? İnsan axtardığı sonsuz bir dəyər kimi axtardığı şey ləzzətdir, elədir. İnsan ləzzətdən yorulmaz. İnsan gedir, dünya ləzzətləri məhduddur da yorur adamı. Bir şeyə tərəf gedir, ləzzət alır, sonra gözündən düşür. Atır qırağa, gedir başqa şeyə, ləzzət alır, yenə sönür. Deməli, insan ləzzəti sonsuz istəyir, məhdud istəmir. Elədir? Məhdud ləzzətdən qaçır, bezir. Elə şey axtarır ki, ona sonsuz ləzzət versin və ləzzət sonsuz olsa insan heç vaxt yorulmur ondan. Bu ayədən belə başa düşülür ki, bu sonsuz ləzzət zikirdir. Odur ki, Allah deyir, gecə gündüz zikr eləyin, məni yad eləyin ki, həmişə ləzzət içində olasınız. Yeganə amildir ki, ləzzət hər gün olsa, hər dəqiqə olsa insanı yormaz. Amma maddi ləzzətlər belə deyil. Ləzzətin mütləqi bu ayədən məlum olur ki, zikirdir. Mütləq ləzzət, sonsuz ləzzət. Odur ki, Allah bəndəsini çox istədiyindən deyir, ləzzətə məhdudiyyət qoymuram sənə. Məni zikr elə, ləzzətə qərq ol və bütün günü davamlı olaraq. Həmişə zikr, ləzzət halında ol. Ləzzəti əsirgəmir bəndəsindən. Amma bunu deməklə düzəlmir. Biz zikr haqqında danışırıq. İndi siz deyə bilərsiniz ki, mən necə eləyim axı? Sən deyirsən, biz bildik, amma bacarmırıq. Çalışarıq ki, o yolları gələn söhbətlərdə deyək ki, insan necə eləyə bilər ki, bu zikri özü üçün əziz bilsin, bunların üzərində düşünsün. Hər halda bir dərdləşirik bir-birimizdən ki, yollar axtaraq. Çünki bizim imanımız kamil olarsa, biz dindən ləzzət ala biləriksə, bizim ictimai məsələlərimizin çoxu da həll olunar. İctimai məsələlərin kökünü əxlaqda, mənəviyyatda görməyən insanlar dindən heç nə başa düşməyib. İctimai məsələləri mənəvi məsələlərdən ayırsan, o din deyil. Dinin əsas sözü budur ki, bütün məsələlərin həllinin insan mənəviyyatında axtarmaq lazımdır. Və bu məclis Allahı yad etmək üçündür, Allahı zikr eləmək üçündür. Ona görə İmam Hüseyn məclisləri etiraf eləyək ki, bizim üçün həm də bir ləzzət vasitəsidir neçə illərdir. Mənim üçün şəxsən belədir, yəqin ki, sizin üçün də belədir. Bu qəribə bir şeydir, bu qəmdir, amma ləzzətli qəmdir. Heç insan arzulayar ki, kaş bir ay gəlsin ki, mən qəmlənim, amma Məhərrəmi biz gözləyirik. Şövqlə gəlirik, ən çox cəmaatın iştirak elədiyi mərasim Məhərrəmdir, siz görürsünüz, ilin ərzində. Ramazan ayının hər günündə günorta məclis qoymuşduq, meçid güclə dolurdu. Söhbət bu məsciddən getmir, tarixən dünyada belədir. Allah bu məclisə qəribə bir ləzzət qatıb. Bu da elə zikr məclisidir. Burada oturanlar, buradan durana qədər nəfəsi deyir təsbihdir, çünki zikr halındadır. Və zikrin ən ləzzətli formasıdır bu. Ən gözəl zikir İmam Hüseynin zikridir ki, İmam Hüseyn zikri ilə Allah zikridir. O saat bəziləri qulaq asan kimi deyəcək, bu şirk danışdı. İmam Hüseyin Allaha şərik qoşdu. Amma biraz düşünsə görər, yox, elə hər şey Allahı yad eləmək vasitəsidir. Ağac Allahı bizə yada salırsa, nə bilim mən, dağ Allahı bizim yadımıza salırsa, göy, yer yadımıza salırsa, Allahın vəlisi necə? Allahın vəlisi onun ən böyük nişanəsidir. İmam Hüseyn məclisində gələn insan o göz yaşlarını axıtdığı anda, orada oturduğu anda zikr halındadır və bu ləzzət sonsuz bir ləzzətdir. Doymur adam bu ləzzətdən. Həqiqətən belədir. Mən nəyisə şişirtsəm, denən şişirdirsən. Kim bura savab üçün gəlib? Hamımızın yadımızdan çıxıb, savab, hər şey yadımızdan çıxıb. Ləzzət üçün gəlmişik. İmam Hüseynə həmdərd olmaq üçün. O qəmdən aldığımız ləzzətin cazibəsidir bizi çəkib gətirib. Onun içində təbii ki, təfəkkür də var, bütün o ictimai, fərdi məsələlər, hamısı bunun içindədir. Amma bizi çəkib gətirən nədir? Biri var ki, məcbursan gəlib oturasan, bir də var özün arzulursan ki, Məhərrəm gəlsin, gedin bu məclislərdə iştirak edin. Çünki bu zikr məclisidir. Neçə nəfər qeyri-müsəlmanın dilindən mən bunu eşitmişəm və oxumuşam özüm. Rusiyada bir oğlandı, rusdur deyir, müsəlman deyil və deyir, rozələrin dilində başa düşmür. Deyim, mən bir dəfə eşitdim, bir yerdən keçəndə məclis olub. Eşitdim, səs mənə xoş gəldi. Deyir, bizim mədəniyyətimizdə əsasən gülməkdən ləzzət alırlar. Onlar çox xoş deyirlər, gülsünlər.
Amma deyim, mən keçdim, gördüm ağlayırlar, amma bu elə belə acı ağlamaq deyil, bu ağlamaqda bir cazibə var. Deyir, o səs məni çəkdi, bir söz başa düşmədim, bir söz heç nə başa düşmədim. Amma hər gün gəlib otururdum, mən də ixtiyarsız ağlayırdım və ləzzət alırdım. Mən bilmirəm heç İmam Hüseyn kimdir, bunlar niyə ağlayırlar, amma məni ləzzət çəkib aparır. Avropada da mən oxumuşam, 2 nəfər adam idi deyir, hər dəfə gəlirdi məclislərdə yaşlı insanlar. Deyirdi ki, bunun qəribə bir ləzzəti var. İmam Hüseyn əleyhissalam qəribə bir iş görüb. O qədər qurban verib ki, bizi cəzb eləsin, bizə ləzzət bəxş eləsin və ləzzət vasitəsilə də bağışlatdırsın bizi. Görün, nə qədər biz İmam Hüseynə borcluyuq. Biri var, deyərlər, get namaz qıl, filan əməl ilə bağışlanasan. Biri var, səni çəkib gətirir. Məclisdə də ləzzət alırsan əzadarlıqdan və ləzzət ala-ala da bağışlanırsan. Yəni, burada da sənlik heç nə olmur. Ona görə hamı başını aşağı salıb məclisdə. Heç kəs başını dik tuta bilmir İmam Hüseynin huzurunda. Çünki hər şeyi bizim əvəzimizdə görüb. Hər şeyi bizim əvəzimizdə eləyib. Bugün 1-ci günüdür Məhərrəm ayının və İmam Hüseynin karvanı yaxınlaşır Kərbəlaya. Biz bugün bura gəlməyimizin məqsədi budur ki, İmam Hüseyni qarşılamağa gəlmişik. İmam Hüseynin o karvanını qarşılamağa gəlmişik. Bunu keçən illərdə danışmışam. Bir nəfər danışır, deyir, Kərbəla hadisəsindən hələ qabaq atamla ticarət səfərlərinə gedirdim. Deyir, biz bu olmuş, mən tarixi sənədlərə istinad edib danışıram bu sözləri. Deyir, mən keçirdim bir yerdən, Kərbəla adlı bir çöl. Hələ İmam Hüseyn şəhid olmamışdı onda. Görürdüm, deyir, bir yaşlı kişi var, orada dayanıb. Elə bir kimisə axtarır. Hər karvan keçəndə bu yaxınlaşır karvana, baxır, kimisə axtarır, sonra çıxır gedir. Deyir, mən atamla gedirdim, 3 dəfə yolumuz keçdi Kərbəladan, fərqli illərdə. Bu kişini orada gördü. Gördü, kimisə axtarır. Deyir, axırda atam ondan soruşdu ki, sən burada yaşamırsan yəqin, bura yaşamalı bir yer deyil, bura səhradır, heç kəs yaşamır burada. Sən burada nə axtarırsan? Deyir, dedi, heç məndən işin olmasın, mən bir şey axtarıram. Deyir, dedim, yox, xahiş edirəm, deyəsən ki, görüm nə axtarırsan axı sən bu susuz çöldə. İsrar eləyəndən sonra dedi, mən Peyğəmbər səhabəsiyəm. Mən Peyğəmbər səhabəsiyəm, bir gün biz Mədinədə idik Peyğəmbərin huzurunda. Hüseyn daxil oldu məclisə. Hüseyn balaca uşaq idi. Peyğəmbərin gözü Hüseynə dəyən kimi ağladı. Peyğəmbər aldı Hüseyni qucağına. Ağladı, gözünün yaşını tökdü və dedi ki, mənim bu oğlumu Kərbəlada şəhid eləyəcəklər. Mənim bu balamı. Ondan sonra dedi ki, mənim oğlum qərib kimsəsiz qalacaq orada, adamsız qalacaq. Ondan sonra Peyğəmbərin dilindən özüm eşitdim ki, kim bunu eşitsə, bilsə, getsin Hüseynimə kömək eləsin. Deyim, mən heç nə bilmirəm. Mən bircə bunu öyrəndim ki, Kərbəla buradır, gəlib burada oturmuşam, görəsən Hasan gələr. Bax, belə dəli eləmişdi İmam Hüseyn bəzilərini. Oturub gözləyirəm. Kaş bizim həyatımızı da İmam Hüseyn məşğul eləyə, bax belə. Məşğul idi İmam Hüseynlə. Deyim, mən bir şey bilirəm ki, o nicat verəcək. Ona dəstək verməliyəm. Gəlib dayanmışam burada. Heç bilmirəm nə hadisələr baş verir. Mənə Peyğəmbərin sözü kifayətdir. Ona kömək eləyin, gəlib gözləyirəm, Hasan gələr. Deyir, neçə il keçdi, Kərbəla hadisəsini həmin o adam yazır, tarixdə var. Eşitdi ki, hadisə başlayıb, atamla marağa gəldi ora. Bəzi adamlar da qəribədir. Marağa gəldi, görək bu kişinin aqibəti nə oldu deyə gəldi, gördü ki, İmam Hüseynin cənazəsi bu da onun bir yaxın yerində cansız düşüb qalıb. Hüseynin tərəfdarlarını bir necə tanıyırdılar, hansı cənazəyə çox hörmətsizlik olunub bilirdilər bu Hüseyn tərəfdarı. Hansı cənazə ki, torpağa dəfn olunmayıb bilirdilər bu Əhl-i Beytin tərəfdarıdır. Çünki müxalifləri dəfn elədilər, getdilər. O cənazələr ki, at ayağının altında qalmışdı, əzilmişdi. Hansı cənazələrə çox hörmətsizlik olunurdu, bilirdilər ki, bu İmam Hüseynin dostudur, Əhl-i Beyti sevəndir. Nə məqama gəlib çatdılar. Görəsən, bugün İmam Hüseynin karvanını görəndə o kişi necə sevindi. Neçə il gözləyib, birdən görür İmam Hüseyn gəlir karvanı ilə.
Gör necə şad oldu, necə sevindi. Ona görə İmam Hüseynin səhabəsinə çox dəyər verib. Heç bir imama salam verəndən sonra səhabələrinə salam vacib deyil. Yeganə İmam Hüseyindir ki, Əssalamu aleyke ya Əbu Abdillah naqis salamdır və aləl ərvahilləti həllət bifinaik. Sənin yolunda şəhid olanlara da salam olsun. Kim bu kərvana bağlandısa dəyər tapır. İmam Hüseyinlə adı yanaşı çəkilir. Şəhidlər də belədir, siz əzadarlar da beləsiz. Mən sizi təşviq üçün demirəm. Ümumiyyətlə təşviqə ehtiyac yoxdur ki, cəmaatı təşviq eləyə gəlsin. Yeganə əməldir ki, təşviqə ehtiyac yoxdur. Cəmaat özü gələcək onsuz da. Və mən burada nəyisə şirdib danışmaq adətim də yoxdur. Qiyamətdə də sözümə cavab deyəm. Məclisi qızışdırmaq üçün nəsə deyim, danışım ki, həvəsləndirim sizi. Mənim belə bir adətim yoxdur. Mən nə deyirəmsə, çalışıram ki, dəlillə danışım və qiyamətdə də bu sözümə cavab deyəm. Kim gəlib qoşuldu İmam Hüseynin karvanına, İmam Hüseyinlə bir yerdə olacaq. İstəyir şəhidlər, istəyir əzadarlar. Fərqi yoxdur. Fərq var, amma hamısı bir cəbhədə olacaqlar. İmam Hüseynin əzadarının məqamı böyük məqamdır. Deyir, Həbib ibn Məzahiri sahabələrdən biridir, yuxumda gördüm. Deyir, dedim, sən hər nəyə çata bilərdin, çatdın. Sən nə əziz bir insansan, nə böyük məqamdasan. Dünyaya qayıtmaq arzusum var, dedi, mənim bircə arzum var. Dünyaya bir iş üçün qayıdaram, oturum İmam Hüseynin əza məclisində. Çünki bilir bu məclislərdə necə böyük fəzilətlər var. İmam Hüseynin karvanı həm də qəlbimizə tərəf hərəkət edir, hər il Məhərrəmin birində. Bu karvan bizim ürəyimizə tərəf gəlir. Ürəyimizin qapısını açaq, bağlamayaq. Kufəlilər kimi İmam Hüseyni mühasirəyə almayaq. Qapıları açaq buraxaq ürəyimizə. Gəlsin ürəyimizi səhmana salsın. Çünki görüləsi iş çoxdur qəlbimizdə. Özümüz bacarmırıq. Məhərrəm gəlir ki, qapılarını açaq qəlbimizin, İmam Hüseyin daxil olsun, özü səhmana salsın ürəyimizi. Qəlbimizi səhmana salsın. Özü və sahabələri ilə gəlir. Özü və balaları ilə gəlir. Odur ki, balaların götürdü, dedilər, neynirsən bu uşaqları? O nəzər almışdı ki, onların o 6 aylıq uşağının qanı ilə də olsa kimisə dinə cəzb eləyəcəksə eləsin. Çünki heç nədə adamı yandırmasa bu şeylər yandıracaq. Mən bir adamın adını sadəcə çəkmək istəyirəm ki, onun şəhadət xəbərini eşidəndə İmam Hüseyin dedi ki, kaş ölərdim. Yəni bundan sonra da yaşamağın xeyri yoxdur. Gör bu nə boyda insan idi. Ki dedi bundan sonra da yaşamağın xeyri yoxdur. O da Müslim ibn Əqil idi. Müslümin şəhadət xəbərini İmam Hüseyin ağa verəndə buyurdu ki, la xeyrə fil işi bə'də haula. Dedi bundan sonra da yaşamağın bir xeyri yoxdur. Müslüm yoxdursa yaşamağın da dəyəri yoxdur. Müslüm Hüseynin elçisi idi Kufəyə. İmam Hüseyin elçi göndərmişdi və qərib qaldı ağası İmam Hüseyin kimi, tək qaldı. Bir gün bir məscid adam arxasında namaz qıldı, sabah gəldi gördü ki, namaz qılanda arxaya çöndü, gördü bir nəfər yoxdur, bir nəfər Kufə şəhərində. Onu tənha qoydular, İbn Ziyad allatdı cəmaatı, azdırdı onu, insanları və Müslümü tək qoydular. Deyir, gözü qalmışdı Mədinə tərəfdə. Sanki danışmaq istəyirdi İmam Hüseyinlə. Onu Darül İmarədən aşağı atanda deyir, gözündən yaş çıxdı. Dedilər ki, döyüşün bu tərəfi də var, ölmək var, öldürülmək var. Deyəsən, ağlayırsan, niyə ağlayırsan? Dedi, ay bədbəxtlər, ay biçarələr. Mən öz canım üçün ağlamıram. Mən bir ağaya məktub göndərmişəm, demişəm Kufə sənnəndir. O da Zeynəbin əlindən tutub gəlir. Mən ağlayıram o ağa üçün ki, kaş sözümü çatdıra biləydim. Ondan Şüreyh Qaziyə dedi, vəsiyyət eləyim sənə, bunu eləyərsən, dedi, bəli. Qulağına dedi ki, bircə vəsiyyətim var, özüm heç nə istəmirəm, mənim sözümü Hüseynə çatdır, denən gəlməsin Kufəyə. O da getdi, neynədi? Getdi İbn Ziyada dedi. İbn Ziyad baxdı, dedi ki, bir vəsiyyəti də əməl eləmədin, bu qədər əmanətdar olmayan, xəyanətkar bir adamsan. Ondan sonra dedilər, su gətir, dedi, su gətirin, su istəyirəm. Su verdilər, dodağına yaxınlaşırdırırdı, dodağının qanı suyu boyuyurdu, içə bilmirdi. Mən deyirəm, yəqin Allah iradə eləyib ki, Müslüm də ağası kimi susuz dünyadan köçsün. İstəmirdi ki, o da su içsin, dünyadan köçsün, o da susuz dünyasını dəyişdi. Bugün həmin o əzəmətli karvan gəldi, çatdı Kərbəlaya.
Zeynəb deyir, bu nə çöldür ki, mən buraya daxil olan kimi qəm doldu ürəyimə. Hüseyn, bura haradır? 10 gün Kərbəlada qaldılar. Mən düşünürəm, bəlkə 10 gün o qadınları, uşaqları İmam Hüseyn Kərbəlada saxladı ki, yavaş-yavaş o müsibətə hazırlaşsınlar. Çünki böyük hadisə var idi qarşıda. Zeynəbdə o dözümün yaranması üçün 10 gün mənəvi təmizlik lazım idi. 10 gün İmam Hüseyn hazırladı. O səhabələr və Əhl-i Beyt İmam Hüseynlə birgə 10 gün yaşadılar, o mərhələləri keçdilər və biz də bu 10 gecədə həmin o təkamül mərhələlərini inşallah keçərik ki, axırda Aşuraya çatanda İmam Hüseynə layiq olarıq. Allahdan bunu istəyirəm birinci gecədə. Yavaş-yavaş hazırlayır bu 10 gecədə İmam Hüseyn səhabələrini, Zeynəbi hazırlayır. Zeynəb üçün çox çətindir. Xüsusən Zeynəbə bu ayrılıq çox çətindir. Zeynəb əvvəl gündən bu ayrılıqdan qorxur. Eşidib, amma elə bil ki, eşitməyib. İmam Hüseyn cürət eləyə bilmir onunla danışsın bu 10 gün ərzində. Baxır Zeynəbə söz deməyə, Zeynəb gözün qasırdır. Ta axırıncı gecədə bir gün qalmış Aşuraya İmam Səccad əleyhissalam deyir ki, atam bir şeiri oxudu ki, elə bil qəsdən oxudu bibim Zeynəb eşitsin. O şeirdə dünyadan danışırdı, dünyanın vəfasızlığından. Deyir, Zeynəb bu sözü eşitdi, ağlaya-ağlaya qaçdı qardaşına tərəf. Qardaş, qan qoxusu gəlir bu sözlərindən. Bu nə şeirdir sən oxuyursan? Deyir, bunu dedi, özündən getdi, düşdü İmam Hüseynin ayağına. İmam Hüseyn su gətirdi, onu özünə gətirdi, ondan sonra bastı bağrına, dedi, bacı, babamın müsibətini görmüsən, atamın, anamın müsibətini görmüsən, qardaşımın müsibətini görmüsən, onlar məndən üstün idilər, onlar getdilər, mən də gedəcəm. Dedi, biri olmayanda biri ilə təsəlli tapırdım. Hüseyn, sən daha dünyadan köçsün, səndən başqa heç kəsim yoxdur. Hüseyn aram eləyirdi Zeynəbi, çünki çətin müsibətdir. Ən ağır dərddir Zeynəb üçün, gözü qabağında qardaşının başını bədənindən ayırsınlar. Buna Zeynəbi hazırlamaq lazımdır. Zeynəb bu müsibətə hazırlanmalıdır. Odur ki, Məhərrəmin birindən onunacan qalırlar Kərbəlada. At dayandı, təkbir səsi gəldi. Hüseyn dedi, bu nə səsdir? Bir nəfər dedi, deyəsən xurmalıq görürəm, Nəxlistan görürəm. İmam Hüseyn baxdı, dedi, yox, bura Nəxlistan yoxdur burada, xurmalıq yoxdur, nizələrin ucudur. Baxdı, gördü, Hürrün qoşunu dayanıb. Ağa soruşdu, bu hansı çöldür? Dedilər, bura Kərbəla çölüdür. Baxdı, gözündən yaş gəldi. Allahümmə əuzu bikə minəl kərbi vəl bəla. İlahi, bəla və müsibətdən sənə pənah aparıram. Bu həmin çöldür ki, atam, babam Peyğəmbər mənə xəbər vermişdi. Mənim qanım burada tökülər, qadınlarımız burada əsir olar. Ondan sonra dedi, xeymə qursunlar, çadır qursunlar. O balalar töküldülər o tikanlı səhralara, onlar şəhərdə yaşayıblar, səhra görməyiblər. Öz-özlərinə yəqin soruşurlar ki, atamız bizi bura niyə gətirib görəsən? Amma deyir, birdən Zeynəb kəzavənin üstündə qalxdı ayağa. Deyir, Zeynəb qalxan kimi İmam Hüseyn qaçdı qabağa. O yandan Əbəlfəz gəldi, Əli Əkbər, Qasım gəldi. Əbəlfəz əyildi, dizin qoydu yerə ki, Zeynəb qədəmini onun dizinin üstünə qoysun. Düşmən də baxır bu mənzəriyə, deyir, bu əzəmətli xanım kimdir? Bu xanım kimdir? Bu kəzavəyə qalxan kimi Əhl-i Beytin əzizləri bunun qabağına qaçır. Əhl-i Beytin ən əziz şəxsləri bunun pişvazına çıxır. Bu kimdir? Deyir, bir nəfər deyir, mən dedim ki, soruşdum, dedilər, bu Zəhra qızı, Əli qızı Zeynəbdir. Dedim, bu xanım kimdir, bunun belə cəlalı var? Dedi, bu həmişə cəlallı olub, bu həmişə əzəmətli olub. Bu bir şəhərə girəndə baxardılar ki, naməhrəm olmasın. Bu belə bir xanımdır, belə bir əzəmətli xanımdır. Deyir, gördüm, Qasım əlindən tutub Əli Əkbər, Hüseyn, Zeynəbi Cəlalla kəcavədən düşürdürlər. Deyir, həmin o xanımın vəziyyətinə Məhərrəmin 11-də baxırdım. Gördüm, həmin o cəlallı xanım qolu bağlı gəzir, at qabağında qaçır, bir nəfər yoxdur gələ təsəlli verə. Gördüm, həmin qadını, həmin xanımı at qabağında qaçırdırlar. Qollarına qamçı vururlar. Həmin xanımın xeyməsinə od vurublar, ətəyi od tutub yanır.
Əsirlər ayrılır Kərbəladan, Zeynəbin qolu bağlıdır. Dedi, and olsun Allaha, qoymaram naməhrəm əli dəysin mənim Hüseynimin balalarına. Bir qadınları, uşaqları kəcavələrə mindirdi. Dost da düşmən də baxır. Görürlər Zeynəb bu işi gördü, oturdu yerə. Bəlkə də o əziz günlərini yadına saldı Zeynəb. Şimdi bir nəfər yoxdur, gəlib Zeynəbin əlindən tutsun, qaldırsın. Birdən gördülər, hamı baxır Zeynəb neyniyəcək, gördülər o adamsız, o bikəs Zeynəb qaçır gedir Hüseynin cənazəsinə tərəf. Gördülər üzün qoydu Hüseynin o kəsib boğazına. Bilmirəm nə dedi, öz ürəyinin dərdin dedi. Deyir, ondan sonra bir də qaçdı Əbəlfəzin cənazəsinə tərəf, Əlqəmin kənarına. Qolların göstərdi Əbəlfəzə, Əbəlfəz bax gör bacımın qollarını bağlayıblar. Ay qeyrətli qardaşım, gör bacımın qollarını bağlayıblar. Bu çöldə oldu baharim, əcəb xəzan, gedirəm. Pozuldu gülşən o gül, öldü bağıban, gedirəm. Məni cəlal elə gətdün Hüseyn bu səhraya, olubdu Şimr-ı Sinan, indi pasiban, gedirəm. Məni gələndə bu səhraya sən gətirmişdin, vurubla qollarıma indi risiman, gedirəm. Üzün qoydu İmam Hüseynin o kəsib boğazına, o qədər danışdı, birdən nida gəldi, karvan getməlidir. Zeynəb ayrılanmır qardaşından. İmam Zaman məni bağışlasın, sizlər bağışlayın. Deyir, gördülər ayrılmır, o adam gəldi, qamçını çıxartdı, başladı Zeynəbi vurmağa. Bu mənzəriyə o 3 yaşlı qız dözənmədi. 3 yaşlı qız özünü dəvədən saldı yerə, qaça-qaça gəldi atasının cənazəsinə tərəf. Ata ya Hüseyn, aç gözü, bax, sənin gözünün qabağında bibim Zeynəbi qamçı ilə döyürlər. Əla lənətullah aləl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil azim. Sallallahu aleyke ya Eba Abdallah Fedâke abi ve ummi ve avladi ve cani ve mali Hüseyin. Hüseyin atam anam sana kurban olayım ya Ebu Abdallah. Yaralı Şura söz okuyacağım sana bu gece. Ya Zeynep el Kubra, hanım özün bir nazar elə. Kerbeladan ayrılırlar, gördü Allah. Kardeşinin cenazesi belə gün qabağında qalır. Belə bağdı sen, yaralı. Çağırar. Ah, o da hanım Zeynep geldi gördü Allah.
qardaşının başsız cənazəsi belə günlər qabağında neylədi? Nə atası əlini çağırdı, nə anası Zəhranı çağırdı, nə qardaşı Həsəni çağırdı. Elə bir dəfə ucadan dedi, ya Cədda, ya Rasulallah, ya Rasulallah, haza Hüseynuke muremmelun biddima muqaddaul aza. Baba bu Hüseyin'dir. Ah, kucağımda böyüderdim budur. Gecür ümmetini hala koyubla balavi. Ah, amma gönlər azər dedi, belə baxdı qardaş cənazəsinə. Dedi Hüseyin, ey eşkimin asında nahak tökülen qanı, Hüseyin, Zehra'ya and verəm, dindir mənim alanı. Ay qardaş Hüseyin, Hüseyin bacın Zeynəbən məni danışdı sənə qurbanı. Dedi Hüseyin, zahirdi qiyafından sən şah-ı şəhidansan. Hüseyin bilirəm sənsən, amma şahanə libasın yox. Bəs sən niyə üryansa? Tacın da gedib, ay qardaş, başın da gedib Hüseyin. Amma sən əgər mənim qardaşım olsan, Hüseyin bacımı dindirəcəksən. Amma onda nə gördü xanım Zeynəb? Ecazı imamətdən bir mənzərə görsəndi. Nagah o başsız nəş, İmam Hüseynin nəşi bir titrədi, tərpəndi. Mənhur boğazından gəldi dilə, dilləndi. Ya Zeynəbən əl-məzlum, mən Hüseynəbəyə, mən qardaşıdam, mən Hüseynəm. Ah, Allah, xanım Zeynəb hacı buyurdu, o qədər sözlər dedi, vallah düşməni də ağlatdı. Amma sözüm budur, sözüm budur. Xanım Zeynəb tamam balaları, bütün uşaqları mindirdi kəcavələrə. Xanım Zeynəb hamını mindirdi dəvələrə. Axırda özü qaldı və Zeynəbi kim mindirəcək? Allah. Belə baxdı Naqiyə, dedi məni bunların yanında sındırmayacaqsan. Onda gördülər o Naqə dizlərin qoydu yerə. Xanım Zeynəb səvar oldu. Ah, amma müsibət budur. Gördü bu heyvan o biri naqələrin üstünə, o biri dəvələrin üstünə belə sürətlə gedir, belə ağlayır o heyvan. Xanım Zeynəb sual elədi, Səccadim bala, bu heyvan niyə belə eləyir? Dedi Bibican, bu heyvan gedir o biri heyvanlara belə deyir. Deyir buna peyğəmbər balalarıdır. Yolda yavaş yavaş yerin aydada. Hocadır ya Hüseyin. Ay 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 ay. Xanım biraz uzaqlaşdı. Onda gördü daldan azan səsi gəlir. Allahu Ekber. Xanım Zeynəb belə narahat oldu. Dedi Allah, mənim bu çöldə bir adamım qalmayıb. Görəsən kimdir belə azan verə? Gördü yenə də Allahu Ekber səsi gəlir. Allah
Ekber. Xanım Zeynəb Kecavədən başın çölə çıxadanda gördü Allah, qardaşının cənazəsindən belə səs gəlir. Deyir Zeynəb, səni Allaha tapşırdım, bu balalarımı da sənə tapşırıram. Ucadı ya Hüseyin. Aman aman, aman aman aman, ay 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 ay. Day Məhərrəmdir, bir ürək eviyle zəvvar olaq Kərbəlaya. Ağlayaq İmam Hüseynin qəminə. Çün xanım Zəhra bu ağlamaqlara, bu sızıltılara müştəridir. Eşitmişsiniz bir alemin yuxusuna girir. Deyib balam Hüseyni ağlayanda Azərbaycanlılar kimi ağlayın ayda da. Deyir xanım necə? Deyir oğlu ölən ana kimi ağlayır. Ah, amma bu rozəni də deyim, İnşallah sinə vuraq, amma axırda sən bil İmam Hüseynin canı, bir ürək evi ilə zəvvar olaq, bir göz yaşı ilə İmam Hüseynə əhzan eləyək. İmam Hüseyn ağa eşitmişsiniz, əvvəl gəldi Allahın evinə ziyarət eləyə. O vaxtı Allahın evində zəvvarlar çox idi. İmam Hüseyn ağa o illəri ziyarət elədi, amma tavaf zamanında bir vəhşi ərəbin gözü sataşdı bir naməhrəm xanıma. Ah, yapışdı bu xanımın əlindən tutdu. Allahın qəzəbindən bunların əlləri yapışdı bir-birinə. Hacılara, tamam hacılara elan oldu ki belə bir günah olub. Tamam hacılar bildilər bunu. Şura qurdular ki gərək bunların əlləri biləkdən kəsilər. Belə bir günah eləyiblər. Amma elə ki qərarı verdilər. Bir dənə vəhşi ərəb durdu ayağa, dedi düzdür bunlar günah eləyiblər, amma qoyun qərarı Hüseyn versin. Zəhranın balası da bu illəri Allahın evindədir. Gəlirlər İmam Hüseynə xəbər verirlər. Ağa qaça-qaça ayaq yalın gəlir. Gəlir görür Allah, bu ərəb çox peşimandır. Bu ərəb çox ağlayır. Ağa buyurur, mən dua edirəm, siz amin deyin. Allah, Allah, Allah. İmam Hüseyn ağa əllərin qalxızır göyə. O sahibən əlində qalan əllərilə dua edir. Deyir Xudaya, iltimas eyləmirəm Cənnətül Əlaya görə. Məni sındırma anam Həzrəti Zəraya görə. Allah, Allah, onda gördülər Nacahan zuşə gəlib Rəhmət həyyi əzəli. O giriftarilərin gördülər ayrıldı əli. La ilahe illallah. O giriftarilərin gördülər ayrıldı əli. Hacılar baxdı Hüseynin tökülən göz yaşına. Kəbə misli hərə bir dəfə dolandı başına. Gəlmişlər Allahın evini ziyarət edələr. Amma hamı pərvanə kimi dolandı İmam Hüseynin başına. Amma sözüm var, sözüm var, o da budur. O günahkar ərəb gəldi dedi Hüseyin, Hüseyin sənə dədəm nənəm qurbansın. Hüseyin, Allah məni öldürməsin, bir gün olar əvəzin çıxam. Amma necə əvəzin çıxdı? Necə əvəzin çıxdı? Şam-ı qəriba gecəsi. Gördülər həman bu günahkar ərəb. Allah bəndizər eşqi düzüb başına meydanı gəzir. Əlinə xəncər alıb şah-ı şəridanı gəzir. Bu da gəlib İmam Hüseyni qarət eləyər. Gəldi İmam Hüseynin parmaqların gəzdi. İmam Hüseyin ağanın parmaqların gəzdi. Amma İmam baxdı ona dedi zalim, məni tanımadın, məni tanımadın. Kəbəni yadıma sal, bil mən ayırdım əlivi. Amma sən doğradın əlan o təbibin əlini.
eşqidir, bu nə məhəbbətidir. Doğrudan Peyğəmbərimiz buyurub, Hüseynimin şəhid olmaqlığı ilə möminlərin qəlbində elə bir hərarət olar. Qiyamətəycən o hərarət, o eşq sönməz. Mən Hüseynəm, kim mənə sarı götürsə bir qədəm, 10 qədəm gəlləm yəqin ümidvar olsun mənə. Ya İmam Hüseyin ağa, ağacan bir nəzər elə məclisə, bu cəminə sənin qəbri və zəvvar olaq. Allah Muharrəmin gəldi ağa ya Hüseyin, Muharrəmin gəldi ağa ya Hüseyin, şiələrin geydi qəram ya Hüseyin, şiələrin geydi qəram ya Hüseyin, Muharrəmin gəldi ağa ya Hüseyin, Muharrəmin gəldi ağa ya Hüseyin, şiələrin geydi qəram ya Hüseyin, şiələrin geydi qəram ya Hüseyin. Hüseyin, Hüseyin can, can sənə qurban. Hüseyin, Hüseyin can, can sənə qurban. Hüseyin, Hüseyin can, can Hüseyin, Hüseyin can, can an Muharrəmin gəldi ağa ya Hüseyin, Muharrəmin gəldi ağa ya Hüseyin, şiələrin geydi qəra ya Hüseyin, şiələrin geydi qəra ya Hüseyin. Hüseyin, Hüseyin can, can sənə qurban. Hüseyin, ucadan deyin. Hüseyin, Hüseyin can, can ucadan Hüseyin, an Muharrəmin gəldi ağa ya Hüseyin, Muharrəmin, Muharrəmin gəldi ağa ya Hüseyin, şiələrin geydi qəra ya Hüseyin, şiələrin geydi qəra ya Hüseyin. Hüseyin, Hüseyin can, can sənə qurban. Ucadan deyək Hüseyin, Hüseyin, sayəvi kəsmə başımızdan ağa, sayəvi kəsmə başımızdan ağa, ümmətin oldu ürəyi qan ağa, kər bu bəlaya elə mehman ağa, səndədir bu dərdə dəva ya Hüseyin. Hüseyin, Hüseyin can, can sənə ucadan deyək Hüseyin, Hüseyin can, an Hüseyin, Hüseyin can, an il dolanıb mah-ı Muharrəm gəlib, il dolanıb mah-ı Muharrəm gəlib, naliyə eşq əhli dəmadəm gəlib, dəstələr əldə qara bayraq gəlib, dəstələr əldə qara
Ay maşallah Hüseyin, Hüseyin. Kabrinde diyorsun inşallah. Buradan da böyle diyebilirsen Hüseyin. Nâle eder köyden meleğler sana. Nâle eder köyden meleğler sana. Ahli bila yerde gelmişti bana. Az kalır afet yetişer gülşene. Goncaların perper ola ya Hüseyin. Goncaların perper ola ya Hüseyin, Hüseyin, Hüseyin. Ay maşallah Hüseyin, Hüseyin. Hüseyin, Hüseyin. Fatime cennette yürek ağlıyor. Oğlu Hüseyin'in halına ağlıyor. Fatime cennette yürek ağlıyor. Oğlu Hüseyin'in halına ağlıyor. Başına bu gemde kara bağlıyor. Dilden ödür ahına da ya Hüseyin. Dilden ödür ahına da ya Hüseyin, Hüseyin, Hüseyin. Ay maşallah Hüseyin. Biladene. Hüseyin. Kim Hüseyin'i olsa hak izzet verer. Kim Hüseyin'i olsa hak izzet verer. Hazreti Zahra ona halat verer. Hazreti Zahra ona halat verer. Derdlere derman Hüseyin, adına kurban Hüseyin. Derdlere derman Hüseyin, adına. Ay maşallah derdlere adına kurban Hüseyin. Derd Hüseyin. Kim Hüseyin'i olsa hak izzet verer. Kim Hüseyin'i olsa hak izzet verer. Hazreti Zahra ona halat verer. Hazreti Zahra ona halat verer. Derdlere derman Hüseyin, adına kurban Hüseyin. Derd Ay maşallah derdlere derman Hüseyin. Derdlere derman Hüseyin. Sen gözyaşı serçeşmeyi ecazıdır. Ahli eşkün rütbeyi mumtazıdır. Kara köyneyler Hüseyin serbazıdır. Bu nişan, bu nişan, bu nişan uşağa şahsiyet verer. Derdlere derman Hüseyin, adında kurban Hüseyin. Olmadı derdlere her yerdəsiz. Çöldə dayanan qardaşlarımız adam de derdlere, derdlere derman Hüseyin, ey Hüseyin. Ey Hüseyinler olan eşkemde mi? Haredim bir canımı nabehremi. Kaldırın etlaça kara perçemi. Kaldırın etlaça kara perçemi. Eşküze sahip zaman kıymet verer. Eşküze sahip zaman kıymet verer. Derman Hüseyin, adına kurban Hüseyin.
maşallah ucadan der. Bir de. Aşıkın ki ya Hüseyin olsa sözü, aşıkın ki ya Hüseyin olsa sözü, can veren de müntezir kalmaz gözü. Ay maşallah. Can veren de müntezir kalmaz gözü. Ne görer? Başının üstə gələr Mola özü. Ya Hüseyin. Başının üstə gələr Mola özü. Xoş diliyle müjdeyi cennet verer. Derlere derman Hüseyin, adına kurban. Daha da ucadan veren der. Neyleri çoğu vefanı görmesin, neyleri çoğu vefanı görmesin, sahne eyvanı talanı görmesin, hasret önlü Kerbelanı görmesin, xəstə aşık can necə rahat verər, qeyrətin qurban, qeyrətin qurban, saqqayı hərəm, sərni qunələr, babən nəcah, babən murad, dəxilüş, dəxilüş, sən o sahrada boyandın qanıda, sən o sahrada boyandın qanıda, can verib etdin vəfa peymanıda, can fəda 72 qurbanıda, xəlqə eşkin dərsi hürriyyət verər, dərdlərə dərman Hüseyin, adına bir də denən. Hüseyin dərdlərə dərman Hüseyin, adına qurban Hüseyin, əllərini saxla, dərdlərə dərman Hüseyin, adına qurban Hüseyin, kəşfedib məqusirin, kəşfedib məqusirin, mubəmu Hüseyin qani, verdi din o Qur'anı, aberu Hüseyin qani, aberu Hüseyin qani, ya Hüseyin Əba Abdillah, ya Hüseyin Əba Abdillah, ya Hüseyin Əba Abdillah, ya Hüseyin ya Hüseyin ay maşallah ya Hüseyin Əba Abdillah, la ya Hüseyin Əba Abdillah, kəşfedin məqusirin, mubəmu Hüseyin qani, verdi din o Qur'anı, aberu Hüseyin qani, aberu Hüseyin qani, ya Hüseyin Əba Abdillah, 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 ya Hüseyin Əba la ya Hüseyin Əba Abdillah, cilvə saldı afaqa, lərzə saldı nohtaqa, qətrə qətrə toprağa, yazdı
vazedem mola ya Hüseyin Naba Abdillah ya Hüseyin Naba Abdillah ya Hüseyin Naba Abdillah bir de ya Ya Hüseyin Aba Abdillah Ya Hüseyin La اسم خاک زهراده تخت عرش اعلاده انبیان ماناده سرفراز دمانا سرفراز دمانا ای شکسته آخلاردم پیرهنگیم مانا میزنی ادب مندن حق sözüm diyen mala hak sözüm diyen mala ya Hüseyin Eba Abdillah 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 Ya Ya Hüseyin Aba Hüseyin Aba Abdillah Vay vay Hüseyin vay 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 Hüseyin vay 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 Hüseyin vay 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 Hüseyin vay 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 Hüseyin vay 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 Hüseyin vay